Aksesə aid tapşırıqlar nə tərzdə düşür? Nəzəriyyə tipi az düşür, əsasən misal tipli düşür. Misal tipli düşəndə də ki, bir dənə sizdən soruşa bilər ki, yazı. Yazı da sətir demək. Yəni neçə dənə sətir ödənilir? Aksesdə 3 dənə anlayış var. And, or və not. And və deməkdir. Or və ya da not da deyildir. Bir növ riyaziyyatda kəsişmə var. O deməkdir. Or birləşdirmə deməkdir. Not isə, yəni məsəl üçün mən 6 dənə sətrim var mənim. Mən seçmişəm 1, 2, 3, qarşısına qoymuşam not. Demək, yəni birinci, ikinci, üçüncü sətirləri seçmə deməkdir. Məsəl üçün mən yazmışam buraya 2, 3, 4 şərtlərimi ödəyən. Ortada yazmışam and, sonra yazmışam 3, 4, 5, 6. Yəni bu nə deməkdir? 2, 3, 4 kəsişmə 3, 4, 5, 6. Bu iki ifadədə kəsişmə nə deməkdir? Yəni üst-üstə düşənlər hansılardır? 3 ilə 4. Demək bunun nəticəsi olacaq 3, 4. Or nə deməkdir? Yenə 2, 3, 4 birləşmə, or birləşmə deməkdir. 3, 4, 5, 6. Yəni burada nə verilibsə mən bunu birləşdirirəm. Təkrar olanları təbii ki bir dəfə yazıram. Yəni götürüb 2 dəfə yazmağıma ehtiyac yoxdur. Yəni götürüb 2, 3, 4, 3, 4, 5, 6 deməkdir. Yəni burada neçə dənə hansı müxtəlif rəqəmlərim var? 2-dir, 3-dür, 4-dür, 5-dir, 6-dır. Bunları yazacağam. Or birləşmədir. Müsbətə yönümlüdür. And kəsişmədir. Hər ikisində olanı götürür. Not neynir? Sənin 6 dənə sətrin var. Not 1, 2, 3 qoysansa, demək sən 1, 2, 3-dən başqa yerdə qalanlarını götürəcəksən. Bu o deməkdir. İndi başlayaq tapşırıqlar üzərində eləyək, başa düşəcəksiniz. Demək mənə deyir ki, əvvəlcə mötərizənin içərisində edirik təbii ki biz. Əvvəlcə mənə deyir ki, fizika 5 olsun. Və informatika 5 olanlar. Fizika 5 olanlara gəlirəm, baxıram. İkinci sətir və dördüncü sətir. Yazıram ki, 2, 4. Or ver baxı. Birləşmə. Və informatika 5 olanlar neçənci sətirdir? Birinci və ikinci sətir. Bunu da yazıram. 1, 2. Buranın birləşməsinin nəticəsi nə çıxır mənə? 1, 2, 4. Yazıram bura nəticə olaraq. 1, 2, 4. Mənə and, yəni kəsişmə. Riyaziyyat 5 olanlar. Riyaziyyat qiymətləri 5 olan sətirlərim hansılardır? İkinci sətir, üçüncü sətir və dördüncü sətir. Yazıram 2, 3, 4. Və yenə kəsişmə verib, kəsişmə qoyuram. Familiyasının birinci hərfi bu hərf olsun. Familiyasının birinci hərfi bir dənə 1-dir, bir də 4-dür. Yəni birinci sətir və dördüncü sətir. Bu ifadədə, bu 3 dənə ifadədə kəsişmə dedikdə, yəni üçünün də ortaq olan ədədi hansıdır? Məsələn, deyə bilərsiniz ki, mənim 2-dir də. Deyirəm, xeyr, 2 burada var. Burada var, amma bunda yoxdur. Demək 2 deyil. 1 də deyil. Birincidə var, sonuncuda var, amma ortada yox. Demək, hamısında olan bir dənə 4-dür. Cavab elədi B bəndə. Yəni bu cürə. Gəlir indi növbəti, məsəl üçün. Riyaziyyat 5-dir. Olanlar 2 və 4-cü sətir. Fizika 1 və 2-ci sətir. Bunun birləşməsi elədi 1, 2, 4. Bunu qeyd elədim. Riyaziyyatı 5 olanlar and deyir deyə götürürəm 2, 3, 4-cü sətir. Burada bax fikir ver. Əvvəlcə mən and eləməliyəm. And vurma kimi nəzərdə tutun. 1, 2, 4 ilə 2, 3, 4. Çünki burada or verir baxı sonra. Familiyası B ilə başlayan. Yəni 1, sonra 4. Siz əvvəlcə birinci and eləməlisiniz. Bayaqlara hamısı and olduğuna görə hamısının ortaq nəticəsini götürdünüz. Amma buradakı tapşırıqda demək nə idi demişdik? Buradakı tapşırıqda əvvəlcə vurmanı eləyirəm. Yəni daha doğrusu and eləyirəm. Andım mənim burada nədir? 2 ilə 4. Demək buranın nəticəsi 2 ilə 4-dür. Birləşmə 1 ilə 4. Əlimdə nə olacaq onda? 1, 2, 4. Cavab elədi A bəndi. Keçək növbəti tapşırığa. Növbəti tapşırıqlara baxaq. Oradan sizə tam aydın olsun. Gələk bura, bu tapşırığa.
Mötərizənin içərisini birinci normal şəkildə eləyirik. Mənə nə deyir? Uzunluğu 150-dən böyük olanlar. Uzunluğu 150-dən böyük olanlar. İkinci sətir. Daha sonra isə üçüncü sətir, dördüncü sətir, altıncı sətir. Şu, bu qədər. Or, birləşmə. Dərinliyi 29-a bərabər olanlar. İkinci sətir. Sonra gəlirəm. Burada bir də nə var? 8-ci sətir. Buranın nəticəsindən, birləşməsindən mən nə alıram? 2, 3, 4, 6, 8. Bunu aldım. Yaxşımı? 2, 3, 4, 6, 8-i aldım. 2, 3, 4, 6, 8-i aldım.